Bir neçə gün bundan əvvəl iftar məclisində bir savadlı professor, həkimlə bu mövzudan söhbət elədik. Fikirləşdim ki, mən ona ayə hədis desəm, onsuz da axirətə inanmır. Heç ayə hədisi də qəbul eləməyəcək. Bu adama məntiqlə nəsə demək lazımdır ki, bəlkə təsir elədi. Məntiqlə bir misal çəkdim, səhər gün mənə zəng elədi ki, bugün oruç tutmuşam və namazı öyrənmək üçün bir kitabdan, kağızdan göndər namazı öyrənim. Namaza da başlayacam və artıq deyir, mən o biri həyata əminliklə inanıram. Deyir, mən bütün gecəni oturub fikirləşmişəm sənin dediyin misal üstündə. Nədir o misal? Danışım, siz də bu misalı hər yerdə danışarsınız. Dedim ki, insan həyatı 4 mərhələdən ibarətdir. Ona ruh veriləndən, həyat veriləndən sonra 4 mərhələdən keçir. Birinci ana bətni, 120 günlüyündə ki, ruh verilir, həyat verilir ona. Sonra 9 ayına qədər orada qalır. O həyat. Sonra bu həyata gəlir. 60-70 il, qoy 100 il olsun. Bu həyatda yaşayır. Bir göz qırpımında bu həyat gedir. Sonra qəbir, sonra da əbədi axirət həyatı. Bərzaq qiyamətə qədərdir. Sonra isə əbədi həyat, ya cənnət, ya cəhənnəm. Dedim, mən buna etiqad edirəm. Sən etiqad eləməsən də özün bilərsən. Amma indi diqqətlə qulaq as. Ana bətnində o körpə harda olur? Pərdənin içində və suyun içində. Ana bətnində o körpə nə ilə qidalanır? Göbək ilə. Ana bətnində o uşaq necə nəfəs alır? Və yediyi hara gedir? Bunu mənə izah edə bilərsənmi? İzah edə bilməzsən, baxmayaq ki, savadlı həkimsən. Və o uşağa deyilsə ki, əgər danışa bilsə, ona müraciət eləsə, desək ki, ay uşaq, bu dünyaya gələcəksən, artıq göbək sənə lazım olmayacaq. Ağzınla yiyəcəksən, burnunla nəfəs alacaqsan. Ön və arxa ifrazat çıxışlarından yediyi həzm edəcəksən. O gülər ki, belə, boş şeydir, elə həyat var. Mənim yeməyim ancaq göbəklədir, göbəklə qidalar. Amma bu həyata gələndən sonra artıq o başa düşəcək ki, doğrudan belə bir həyat var. Artıq göbəklə qidalanmağa ehtiyac yoxdur. Ağzınla yeyirsən, burnunla nəfəs alırsan və eləcə də bu həyatda deyiləndə ki, o həyat var. Biz 100% inanırıq ki, o həyat var və olacaq da. Niyə? Çünki bu həyatı Allah yaradıb və o həyatda ikən insana xəbərdar edir ki, səni belə bir həyat gözləyir. Bu həyatda da xəbərdar edir ki, bu həyat gözləyir, sonra da əbədi həyat. Allah da nə deyirsə, hamısı doğru çıxır.